Xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 yanvar faciəsindən 36 il ötür. Düz 36 il bundan əvvəl 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə birbaşa Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçovun əmri ilə SSR Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya hücumu xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə yanvarın 25-də Neftçalada və yanvarın 26-sında Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Hadisələr nəticəsində ümumilikdə 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. 20 yanvar təkcə qətliyam, faciə deyil, həm də xalqımızın müstəqillik yolunda sarsılmaz iradəsinin, azadlıq mübarizəsinin təcəssümüdür. 20 yanvar şəhidləri öz qanları ilə qəhrəmanlıq salnaməsi yazdılar. O qanlı gecənin üstündən 36 il keçməsinə baxmayaraq, xalq bugün də şəhidlərini unutmur. Onları daim minnətdarlıq, qürur və fəxarət hissi ilə yad edir. Əziz xatirələrini ehtiramla anır.